Akşamınız xeyir olsun. Əziz və hörmətli izləyicilərimiz. Vətənini sevən hər kəsə Allahın xeyir bərəkəti olsun. Mətbuatda gecə gündüz Ruslarla əlaqədar, ermənilərin sülh bağlanması ilə əlaqədar müxtəlif fikirlər söylənilir. Mən fikirləşdim ki, yəni bu həqiqətləri görmək o qədər çətin şeymi? Niyə doğru düzgün istiqamətdə şərh eləmirlər? Niyə doğru düzgün istiqamətdə yorum eləmirlər? Öyle ki, hər kəs danışmaq xatirinə danışır. Həvələ Ruslarla bağlı fikrimi söyleyeyim. Rus hökuməti Rus xalqının maraqlarını ifa edən hökumət deyil. Bu hökumətin yüyəni kimin əlindədirsə, Ruslar vaxt o ağalarının təkidi ilə lazım olmayan ölkə daxilində və xarici yaxın qonşularına lazım olmayan tərzdə davranış sərgiləyirlər, göstərirlər. Nə qədər ki Azərbaycan, nə qədər ki Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızistan respublikaları 30-cu illərin dəhşətlərini o ölkələrdə Komünist Partiyasının rəhbəri kimi güya fəaliyyət göstərən Mirzoyanın və digər bolşeviklərin cinayətlərini toplu şəkildə hər respublika hər respublika öz başına gələni hazırlasın və sonra onların hamısını bir yerdə ictimailəşdirin. Ruslar ayaqlarını dala çəkəcəklər, qorxacaqlar. Çünki o cinayətlərin hamısında, işlənən cinayətlərin hamısında o dövrlərdə, yəni 20-ci ilin ortalarından ta müharibə qutarana qədər, Stalin ölənə qədər işlənmiş cinayətlərin hamısının içində təşəbbüskarı, icraçısı və əl-axir və sairi ermənilərdir, Ruslardır. Amma bir həqiqət də var ki, Rus xalqının özü o repressiyələrindən az çəkməyib. Bir araşdırıb ortaya qoyan yoxdur ki, Rus xalqı həmən illərdə nə qədər ziyalı itirib, nə qədər hərbi kadr itirib, nə qədər mühəndis itirib, nə qədər nə. O cümlədən Qazaxıstan. Bütün kateqoriyalardan olan insanları elə bil ki, belə növbə-növ yazmaq lazımdır. Bəlkə də ifadəni düz işlətmədim. Şəxsən Azərbaycanda onlar o qədər insan qırıblar ki, nə ölkəyə, nə xalqa heç bir zərər verə biləcək insanlar olmayıblar. Hamısı ziyalı, injiner, mühəndis, neftçi, alim. İndi Rus xalqı çox pis günə qalıb. O cinayətlər unudulsun deyə, o cinayətlərin üstü açılmasın deyə bugün beynəlxalq erməni sistemi sionistlərlə birlikdə Rusiyanın vintlərini, qayqalarını söhməklə məşğuldurlar. Müyəssər olacaqlarmı? Mən bilmirəm. Amma Allah deyə bir varlıq var. Allahın istəmədiyi bir şeyi bütün milyardlarla insanlar yığışıb bir yerə istəsələr eləsinlər, heç bir nəticə, uğur əldə edəməzlər. Amma
Allah'ın istediği bir şeyi de Allah eləmək istəyirsə, millətlərlə insanlar yığışıb onun qabağını ala bilməzlər. Bu Rus xalqı, indi keçək Azərbaycana. Rus xalqı Azərbaycana nə qədər ziyan verib? Hansı cinayətlər işləyib? Bax, Dərbəndi içəridə yaşayan ermənilərin xəyanəti nəticəsində ələ keçiriblər. Əhalini qılıncdan keçiriblər. Gəncə xanlığını həmçinin içəridə yaşayan ermənilərin xəyanəti nəticəsində ələ keçiriblər. Şeyx Şamilin özünü 3-cü arvadı olan erməni qızının vasitəsilə ələ keçiriblər, onun o mübarizəsinə son qoyublar. Və xəyanət Şeyx Şamilin müridlərini aclıq, səfalət, 35 il dağlıq ərazidə düşmənə qarşı vuruşmaq, elə bir siz hasat məsələmi? Yazıqları yeməyə heç buğdaları olmayıb, dəni, unu olmayıb. Yarı ac, yarı toş vuruşublar kafirə qarşı. Və insanların çoxu dözməyiblər. Aldanıblar, qızıla aldanıblar, yaxşı yaşayışa, nə bilim, çörəyə, ona, buna filana və Şeyx Şamili arxasında durmayıblar. Elə bu ilə əlaqədar mən bir dənə gözəl bir misal da çəkəcəm. Və o erməni arvadı, az ki atası tacir idi, Şeyx Şamil ondan silah alırdı. Güya Odessadan, nə bilim, o tərəfdəki Rostovdan zaddan silah göndərirdilər Şeyx Şamilin döyüşçülərinə. O silahların da içini qumlu əskilərlə silirdilər ki, cızıq-cızıq olsun. Atanda orada təzyiq əmələ gəlməsin, güllə uzağa getməsin, tıp belə düşürdü qabaqlarına. Belə bir xəyanət nəticə. Rusların işi peşəsi odur. Ruslar dünyada heç vaxt, heç bir savaşı, heç bir cəngi mərd-mərdanə qazanmayıblar. Əgər nə məqsədə neysə qazanıblarsa, mütləq o ordunun tərkibində istər müsəlman, istər qeyri-müsəlman türk olub. Onların sayəsində qazana biliblər. Elə 1800-cü illərin Türk-Rus müharibələrində də həmən şey. İndi Azərbaycana qayıdaq. Azərbaycana Ruslar neynədi? Bu bir neçə dəfə efirdə səslənibdir. Bir də səsləndirirəm. Azərbaycanlı memar Şirvan Şahlar ölkəsinin memarlarından biri, Əcəmi Naxçıvaninin tələbəsi Əli Sübhanoğlu Kərimli Şirvanşah İbrahimin göndərişi ilə Rus knyazı Dimitrinin xahişi ilə ora göndərir tikinti işlərinə rəhbəri eləmək üçün. Əli Sübhanoğlu Kərimli müsəlman olduğu üçün həmən o Rus knyazı ilə, hələ çar da deyil, knyaz, hələ çar deyil. O knyazla müqavilə bağlayır. İldə neçəsə qızıla işləri aparacaq, tikinti filan qədər vaxt gedəcək. O cümlədən neçə nəfər işçi çalışacaq. Onun səlahiyyətləri nədir? Qarşı tərəfin, Rus tərəfinin səlahiyyətləri nədir? Harda qalacaq, nə yiyəcək, nə içəcək, hamısı müqavilədə təsdiq edirlər. Və Əli Kremli tikir qutarır. Kremlin tikintisi münasibəti ilə qonaqlıq verəndə knyaz ora gəlmir, bəhanə ilə ki, xəstədir, nə bilim nədir. Orada bir kazaka işarə edirlər. Kazak Əlişin başını, silahsız insanın başını, dünya tikinti, memarlıq şedevri incisi olan o Kreml binasını, hərçəndə sonra da onu şeytan yuvasına çevirdiler. Ama o daşların, o kərpiçlərin, o şeylərin, o şeytaniliyə heç bir aidiyyəti yoxdur. O namuslu, imanlı bir insanın əsəridir. Allah onu qoruyub, saxlayıb və ucaldıb. Əlişin başını arxadan kəsirlər. Arxadan baş kəsmək bilirsiniz nədir? Bilmirsiniz. Niyə? Çünki işiniz peşin, xahiş edirəm. Heç kəs məndən inciməsin. Mən doğru olanı deyirəm. Niyə doğru söz eşidəndə inciyirsiniz? Ağrıyan yerinizə niyə dəyir? İnsanlar var ki, içimizdə,
bizim kişi adlanan, Azərbaycan kişisi adlanan insanlar var ki, etmədikləri namussuzluq yoxdur. Etmədikləri haramzadalıq yoxdur. Etmədikləri vicdansızlıq yoxdur. Ona görə ölkə bugünə qalıb. Kişilər, başqa yerdə səbəb axtarmaq lazım deyil. Adam, Allah Teala Quran-ı Kerimdə bildirirdi ki, sizin başına gələn müsibətlərə görə bir dönün arxaya baxın, əməllərinizə baxın. Araşdırın, görün o müsibət niyə sizin başınıza gəlibsə. Millət düşüb bu günə, amma niyə? Elə bilirlər ki, elə Urus elədi, erməni elədi. Xeyr, sən özün belə bir həyat yaşayırsan ki, Allah da səni elə bir rəzil, zəlil vəziyyətə salıb. Ayıbda özünüzü yığışdırın ki, hansı ağılla, hansı dərrakə ilə deyirsiniz ki, biz Oğuz nəsli. Oğuz nəsli haramzadalıq eləyər. Oğuz nəsli gecə gündüz araq içər. Mən bu yaxınlarda bir həmkarlarımdan, keçmiş işçilərdən də dedilər ki, ay hacı, görüşək filan beşməkan. Dedim ki, əgər biz görüşüb, bizdən sonra o sahədə qalıb işləyənlərə zərrə qədər köməyimiz dəyəcəksə, görüşək. Biz də bir yerdən, bir qulpdan, bir şeyin qulpundan yapışaq. Düzə, nə tərsə deyərlər, bir şey edək ki, o sahədə çalışanların vəziyyəti yaxşı olsun, əziyyət çəkməsinlər. 350 manat, 400 manat, 30 il, 40 il işləyən işçilər maaş alır. Gərgin də işdir. Hər an təsəvvür edin, bu mali işləri ilə əlaqədar işdir, məsuliyyətlə əlaqədar işdir. Məlumatın qorunması, saxlanması, ötürülməsi məsələlərindən bağlı işdir. Kənardan, bucaqdan, oradan, buradan gələn, hardan tapıb qoyurlarsa 2000, 3000, 5000, 8000, 10000 maaş alırlar. Amma bu işin ən məsuliyyətli hissəsini həyata keçirən sıravi işçilər 400 manatdan yuxarı maaş almırlar. Allah'tan qorxun da, belə Allahsızlıq eləmək olar mı? Siz kimsiz, bu millətə düşmənçilik edənlərin qulluqçularısınız siz. İstəyirsən təhqir kimi qəbul edə, istəyirsən eləmə, fakt göz qabağındadır. Niyə Əhməd, niyə Məmməd, niyə Nəzakət, niyə Fatıma oturmalıdır səhərdən axşama qədər ona təhkim olunan yerdə oturub işini görməlidir, səliqə ilə, səhmanla almalıdır 400 manat. Sən səhərdən axşama kimi kabinetlərdə saqqıç çeynət, kofe içə, nə bilim, çay içə, limon yiyə, onu bunu elə 5000, 6000 maaş almalısan. Niyə almalısan? Bu ölkə sənin dədəndən sənə miras mı qalıb? Bu ölkə Oğuz xan babamızdan ta bu yana qədər bu coğrafiyada yaşayıb, dövlətlər qurub, dövlətləri idarə edən, xalqı himayə edən o insanlardan qalan mirasdır. Və ona xalq və xalqın qurduğu dövlət sahib çıxmalıdır. Sizin onu dağıtmağa, tarmar eləməyə heç bir haqqınız yoxdur. Ölkənin içində hərzi-mərzi olsun deyə Rusların təsiri ilə və digər qüvvələrin təsiri ilə bu oyunlar gedir. Onu da bilmirəm, anlaya bilmirsiniz, yoxsa anlayırsınız, siz bu xalqdan olmadığınız üçünmü anlamaq istəmirsiniz, əncam qılmaq istəmirsiniz? Orası mən bilmirəm, Allah bilir. Ruslardan həmən rəhməti Şupanın başını istəmək lazımdır, onun cəsədini istəmək lazımdır, onu oradan getirib Azərbaycanda çox hörmətli bir yerdə, bir dağın başında, bir nə bilim görkəmli bir yerdə onu dəfn eləmək lazımdır. Və Azərbaycan hökuməti bu yaddan çıxıb orada qalan o bizim meyitimizə sahib çıxmalıdır. Ondan sonra da nə qədər fəlakətlər törədiblər, kimin əlindən törədiblər? Adam Mikayanın əlindən törədiblər, Orcenikidzenin əlindən törədiblər, nə bilim neynə, Kirovlarla, oyla, buyla. Bunu bir analiz edeyim, rəqəmlərlə, statistik rəqəmlərlə ortaya qoyun. Qoy beynəlxalq aləm də bilsin ki, Azərbaycan xalqı Ruslar üçün nə edib
hansı yaxşılıqları edib, Rusiyanı hansı zibilliklərdən çıxarıb, Rusiyaya nətər mədəniyyət verib, Rusiyanın qazını, neftini heç kəsin ağlına gəlməyən yerdən tapıb qazıb çıxarıb onlara verib, göyə raketlərini uçurdub, atom mühərrikli sualtı qayıqlarını qurub və axır və s. Hansının birini deyək. Amma Rus xalqı bizə nə edib? Şupanın kəlləsini vurub, Qarabağ xanının ailəsini Pəpə deyəndən Məmə deyənə qədər hamısını qılıncdan keçirib, Cavad xanı topun üstünə qoyub, tikə-tikə doğrayıblar. Ermənistan, Yerevan, Rəvan qala, onu da hansı xəyanətlərlə əldə ediblər. Nə qədər, nə. Bunu siz eləmədikcə, Özbəklər onların başına gətirilən fəlakətləri qələmə alıb, kitab şəklində Putinə vermədikcə, Qazaxlar da həmçinin, Qırğızlar da həmçinin, Türkmənlər də həmçinin. Siz bunları eləmədikcə, Rus hər gün hürəcək, Rus hər gün Azərbaycanın uğurunu, uğursuzluğa dəyişmək üçün, uğursuzluqla nəticələnməz üçün əlindən gələn hər şey eləyəcək. Və bu işdə də onlara Ermənistan içindəki o Rusların süfrəsinin qırağındakı sürsümüyü yiyənlər kömək eləyəcək onlara. Mən nə qədər vaxt bundan qabağa dedim ki, Quranda ayət var. Allah Teala deyir ki, siz qələbəyə bu qədər yaxın olmuşkən niyə kafirlə, düşmənlə sülh bağlayırsınız? Bağlamayın. İndi bu dövlətdir. Mən dövlətin işinə qarşı gedə bilmərəm. Amma yəni deyirəm ki, dövlətdə də bu işlə məşğul olanların xəbər olsun ki, Quranda belə bir ayət var. Allah deyib bunu. Mən deməmişəm. Allah dediyini eləməyənlərdən elə qisas alır ki, elə cəza verir ki, betər olur ha. Yəni bunlar olmasın deyə deyirəm mən. Bu xalq nə qədər qurbanlar verib bu dövlət üçün, nə qədər vətənimizin azadlığı üçün nə qədər canlardan keçmişik, aclığa, yoxsulluğa, susuzluğa, nələrə dözmüşük biz. İndi gəlib bu tam qələbə olacaqkən bunu belə görürsünüzmü nə qədər vaxt keçib, 20-ci il hara, 25-ci il hara. Niyə ortada sülh yoxdur? Gündə də bir hoqqa çıxardırlar. Gündə də bir dənə bir əyirlər. Licbi orada bir vergül əysinlər. Licbi bir qaykanı çıxarsınlar. Boltun altına şayba qoymasınlar. Yəni hər cür fırıldaq edəcəklər. Hər cür ki bu sülh olmasın. Olmayacaq da. Bu sülh olmayacaq. Niyə qardaşlar? Əziz dövlət idarə edənlərimiz. Çünki bu kafirlər bizim xalqdan torpaq qoparıb xristian dövləti qurublar. O xristian dövlətini məğlub Azərbaycan dünən ayağa duran bir ölkə onun məğlub eləməyini bunlar həzm eləyə bilmirlər. Baxın, Bizansı 1453-cü ildə Bizansın düşməyini həzm eləyə bilmirlər. 400-500 il Türkiyəyə biz batıra durdular. Biz batıra durdular. Müharibələrə çəkdilər. Nə bilim, nə. Əl çəkmədilər də. İndi də əl çəkmirlər. Hələ bundan hoqqalar çıxaracaqlar bir Allah bilir. Allah inşallah Türkü də qoruyacaq. Allah deyən bəndələrini də qoruyacaq. Bizim dövlətimizi də qoruyacaq. Amma biz yəni millət olaraq da, hökumət də olaraq biz də biraz dərrakəli işlər görək də. Məni kimi sadə vətəndaşlar niyə narahat olmalıdır? Vallahi əziyyət çəkirəm mən. Gecə-gündüz fikirləşirəm, ay Allah. Nə vaxt partladacaqlar? Nə vaxt bu alçaqlar yenə Azərbaycan əskərini sərhəddə öldürəcəklər? Nə bilim. Yenə harda hansı hoqqanı çıxaracaqlar? Hansı samolyotumuzu vuracaqlar? İstər-istəməz bu fikirlər beyində dolaşır. Niyə? Çünki düşmən bəllidir, amma düşməni yerində oturtturulmuyub. Düşməni, Urus düşmənini o metodlarla oturmaq lazımdır yerinə ki, sən busan. Şimali Qafqazda nə qədər insan qırıbsan. Azərbaycanda nə qədər insan qırıbsan. Günahsız insanları.
Hələ ondan qabaq Stepan Razinin, Pugaçovun, Zibilin vaxtlarında da gəlib günahsız nə qədər insanları Xəzər boyunda qanına qəltan elib evləri, yurtları yandırıb, dağıdıb çıxıb gediblər. Biz də unutqan xalqıq da. Sonra millətin üzünə Nataşa hihi eləyən kimi nəsə deyərlər, əldən gedirlər bu bizim kişilər. İndi Rusiyada başlayıblar. Neçə illərdir bilmirəm, Rusun arağından içib, donuz ətindən yiyib, Nataşasından da sevişib, orada qalan kişilərimiz başlayıblar oradan bu yana xoxlar eləməyə. Rusiya haqqında doğrunu danışan insanlara. Adamsız, kişi olun, kişi. İnsan kişinin tərəfində durar. İnsan mərd adam, düşmən də olsa mərd insanı qoruyar. Düşmən də olsa mərd düşmənin ailəsini, çoluğunu, çocuğunu qoruyar. Ona qahmar çıxar. Namərdlərə yox, xainlərə yox. Siz nə inirsiniz siz? Nə fikirləşirsiniz siz? Allah Rusiyanı batırırsa, sən kimsən ay Rusiyadakı Mamed? Sən kimsən ay Rusiyadakı Fərman? Sən kimsən ay Həsən? Sən Rusu müdafiə edəsən, ona qahmar çıxasan, Rusu Allahdan gələn bəladan qutarasan. Sən kimsən? Biz Allahlı oturun durun. Rus xalqının ilk düşməni Rus kilsəsidir. Rus xalqının ikinci düşməni Siyonlardır. Rus xalqının dördüncü düşməni ermənilərdir. Rus xalqının beşinci düşməni Rusun özlərinin nəfsidir, araqdır. Bu amilləri Rus xalqı imtina edib aradan qaldırmayınca Rusiyanın başından bəla əskik olmayacaq. Bizim vaxtilə Azərbaycanda hökumətdə təmsil olunub oraya gedib orada yaşayanlar var. Sanki sadiqliklərini nümayiş elətdirirlər. Elətdirin. Neyə biləsiniz siz? Heç nə. Deyir, Rusların bir sözü var. Deyir, дело спасения утопающих, дело самих утопающих. Yani boğulanları, suda batanları xilas olunması onların öz işidir. İstəyirlər xilas eləsinlər, istəyirlər eləməsinlər. İstəyirlər gecə gündüz erməni kanyakından içib Rusiyanda təmiz bölüşdürsünlər. Özləri bilərlər. Amma xalq olaraq, millət olaraq şübhəsiz Ruslara qarşı yəni Ruslara qarşı, Rus xalqına qarşı yox ha. Səhv düşünməyin. Hansı ki siyasətlə məşğul olub Rus xalqının özünü batıranlar var. Onlara qarşı biz birlik nümayiş etdirməsək mümkün deyil. Birlikdə necə? Birlik bu gedişlə bizim ölkə daxilində birlik çətin. Valla ölkə başçısı qəhrəman adamdır ki, bu xalqla belə böyüyü, kiçisi, başı ayağı olmayan hərəkətlər eləyən siyasətçilərlə nə edə bilər bu adam? Nə edə bilər? Neçə dənə siyasi partiya var? Ki, iki partiyanın sözü bir yerə gəlmir. İki dənə liderin illərlə bu siyasi aləmdə belə də külün çalan adamların, rəhbərlərin sözü bir yerə gətirə bilmirlər. Eyni fikirdə ola bilmirlər. Hansı birlikdən danışırsınız ha kişi? Hansı birlikdən? Hələ yaxşıdır ki başımıza başqa bəlalar gəlməyib. Ona görə siyasətlə məşğul olanlar, ağlınızı da başınıza yığın. Valla mən məsləhət edirəm, biraz o yekə səslənir. Çox üzr istəyirəm, əgər özünüzə qarşı bir kobudluq falan hiss edirsinizsə, üzr istəyirəm. Amma nə vaxta qədər qardaş, artıq dözmək olmur. Biz sadə insanlar əmin amanlıq istəyirik. Biz sadə insanlar tam qalib olmaq istəyirik. Biz sadə insanlar Dərbəndimizi, Borçalımızı, Telobanı, Təbrizi, Hələbi filanı hamısını, bunların hamısını bir yerdə, bir bayraq altında görmək istəyirik.
Oğuz xan babamıza Allah'ın vətən olaraq verdiyi coğrafyanın hamısını bir bayraq altında görmək istəyirik. Azərbaycan hökumətinin fəaliyyətini görmək istəyirik. İstər Əfqanistanda, istər Pakistanda, istər Çinin özündə, istər hər yerdə belə samballı görmək istəyirik. Ha qardaş, lazımdırsa məni də apar, mən də sənə su daşıyım, odun yarım, ocağını qalayım, nəsə bir şeylər eləyim də mən də, əgər istəyirsinizsə. Yəni burada şərləyib, aparıb o qoduqluğa soxmaq yox. Kömək eləyim. Kömək eləyim, bu ölkə dursun, ayaq üstə dursun. Bu ölkə güclənsin, qüvvətlənsin. Allah bizə hər şey verib. Allah bizə nemət olaraq hər şey verib. Allah bir olanları sever, birlik olanları sever, birlik üçün çalışanları sever. Allah namərdləri sevməz, Allah xainləri sevməz. Son onu demək istəyirəm ki, mən bayağı bir cümlə işlətdim ki, bu xalq, bəli, bizim xalq, illataki kişilər Allah'ın tələb etdiyi kimi yaşamırıq. Yaşamırsınız. Səhərdən akşama kadar araq, induşka, bekə, kuzu, ne kebabı, o kebabı, bu kebabı, orada fıştırı, burada tıştırı, orada filan. Bəsdir, siz malsız, nəsiz, heyvan kimi yiyib içməkdən az danışın kişi. Allah'ın Peyğəmbərinin orduları, İslam orduları düşman üstüne gedəndə heç tox qarından getməyiblər heç vaxt. Yazıqlarını yeməyə hiçbir şeyler olmuyor. 2 xurma, 3 xurma yiyib üstündən 1-2 stəkan su içib gediblər, düşmanla savaşıblar. Vallahi bilmirəm, doğrusunu Allah bilir. Mən biraz narahat insanım. Narahatçılığı da bu xalqımızın özünün millet olarak değerinin gittikçe günden güne aşağı düştüğünü gördüğüm için narahatım. Narahatım. Kişiliği elə bil itir, mətinliği itir, cesaret itir, mertlik itir. Doğru söz danışmak itir. Ali canablıq demək olar ki yoktur. Ne ali canablıq? Kim kime hürmet yanaşır filan beşmeken 3-4 gündən sonra işitirsən ki attı ona 100 bin, 200 bin. Ya arvadına sataşacaq. Ayıp da ki bu YouTube'da da yerleştirirsiniz. Onun arvadı, bunun dostu, bunun filanı beşmekanı illa ki bu televizorlar. Vallahi o televizordakiler ben size deyirəm ha. Bak Allah sizin cezanızı verecek. Çünkü siz dedikodu verilişleri yayırsınız. Dedikodu verilişi Kur'an'da haram buyurulub. Haram. Sizin elədiyiniz bütün veriliş, ister o Tolik'in, ister Zavruların, ister obrislerin, bu hamısı dedikodudur. Dedikodu yayırsınız. Ve buna da cevap vereceksin. Allah sizden bunun cevabını soracak. Ben kiməm? Ben dəvəsi ölmüş ərəbəm. Xəstəyəm. Heç özümə gələ bilmirəm. 2 gündən bir dərman, 2 gündən bir həkim. Ben kiməm ki? Ama narahatım. Xalqım üçün narahatım. Eğer belə getsə, bu xalqın gələcəyi qaranlıq görünür. Qaranlıq qardaş. Artıq məktəblərdə narkotikin satıldığını açıq aydın mətbuatda deyirlər. Saqqız adıyla Allah sizin bəlanızı versin. Bizim uşaqlarımızı günə qoydunuz siz. Allah sizin bəlanızı versin. Ya Rabbi, ey yerin göyün sahibi olan Allah, səndən icazəsiz, sənin iradən olmadan, xəbərin olmadan heç kəs heç nə eləyə bilməz. Bu işlərdən sən xəbərdarsan və bu işləri eləyənlərin hamısını zəlil elə, rəzil elə. Ani bir anda bunları yox elə bu məmləkətdən. Məndən bu qədər. Allah'ımızı kömək olsun. Allah'ın xeyir, bərəkəti, sağlığı, şəfqəti üzərinizə olsun. Hər bir ailədə, ailə başçısı özünü toparla. Ailene, hanımınla bir yerde el ele verin, ailenizi yaşadın. Ailenizin əxlaqına, mənəviyyatına fikir verin. Ancaq belə olan halda biz Azərbaycanı xilas edə bilərik. Sağ olun, Allah'a emanet olun.